Herkese salam. Kanalıma videoma hoş geldiniz. Bugün sizinle birlikte axırıncı günün vlogunu çəkəcəm. Bu arada dostlar, demiştim ki birinci günün dördüncü vlogunu çəkəcəm. Yəni birinci günü dördüncü günü çəkməmişdim deyə onu çəkəcəm. Amma sonra dedim ki dördüncü gün vlogu mən bilməm axı nə etmişəm, yəni nə etmişəm. Ona görə çəkəmədim. Üzrünü sayın, yəni çəkə bilməyəcəm daha doğrusu. İndi isə dostlar, mən biraz günortadan sonra açdım. İstəmədim ki ürəyi sıxılar sonradan günortadan səhər-səhər. İndi saat baxıram 5 işləyib. 5 işləyib yoxsa 6 işləyib daha doğrusu. Vaxt çox tez-tezli nəsə. İndi saat 6 işləyib. Mən birazdan mamamla birlikdə Bibimlə gedəcəm. Çünki demişdim ki gedəcəydim amma gedəməmişdim. Bugün gedəcəm. Bugün də qəşəng bir maraqlı bir şeylər olacaq. Məncə qəşəng olacaq. Bu arada dostlar, təşəkkür edirəm kanalıma abunə olduğunuz və like atdığınız üçün. Bundan əvvəlki videomda artıq qəşəng maraqlı olduğu üçün yəni 6 bəyəni aldı. Yəni bu mənim üçün daha çoxdur, yəni 6 bəyəni, yəni bir bəyəni gəlsin, yəni mənim üçün sevincəyim şeydir. Bu arada dostlar 36 abunəçi olmuşuq. Çox sağ olun. Hamınızı çox-çox istəyirəm. İndiyə kimi yəni pis yorum bir dəfə olubdu. Məndə bir dənə pis yorum olmuşdu. O da axırıncı dəfə paylaşdığım videomda orada sinifdəyim. Biz sinifə aid, yəni bizim sinifə aid bir şey paylaşmışdım. Mən ora bilmirəm, yəni orada sadəcə bir məktəbə aid bir şey paylaşmışdım ki, və dırnaq idi, əlində də açar var idi, sadəcə məktəbin açarı idi. Bir nəfər də yazmışdı ki, yaxşı da dırnaqlarımı gördü. Yəni bu mənim üçün pis bir şey deyil, məncə yaxşı bir şeydir. Yəni əgər mən pis bir şey etmişəmsə, üzr istəyirəm. Yəni deyirəm, yəni hamınızı çox-çox istəyirəm. Abunəçimsiniz, yəni bilirəm, amma çox istəyirəm hamınızı, həm də yəni çox istəyirəm. Məncə, yəni mən abunəçilik deyirəm. İndi mən hamısı sizi çox-çox buradan tanımaq istəyirəm. İndi isə mən desəz niyə belə qaranlıqsa, yəni işıq satır, qapı hər yer bağlıdır. Ona boş verək. İndi isə konserə gələk, içəri səpsərini qəşəkdir. Belə baxıram, saçım yenə pisdir. Yəni kulot getməliyəm, amma indi hələ ki tezdir deyə düşünürəm. Biraz oturub, biraz bunları birləşdirəcəm. İndi isə gəlin, istəyirəm sizə ətrafı göstərəm. Göstərdim, bilmirəm. Neysə, göstərəm. Bu arada dostlar, baxın. Nədə bir qız var. Necə gözəldir. Neysə, bir yaxın TikTok videosu çəkirəm. Bu arada dostlar, yenə səhifəmin altına TikTokda yazacağım. Bu arada mən bundan əvvəlki bir videomda TikTok səhifəmi yazmışdım və 2 nəfər gəlib mənə, yox 1 nəfər deyilsən, 2 nəfər yazmışdım, amma bilməm. O birisi YouTube səhifəmi mənə demişdi ki, YouTube səhifəsi mənə qarşıma çıxdı. İşte yəni tanış olmaq olar, yəni əslində baxmamışam, amma TikTok səhifəsi oradan yazmışdı, girdim, baxdım. Təşəkkür edirəm, yəni inşallah mən abunə olarsan kanalıma, yəni deyirəm, abunə olun TikTokdan da səhifəmə takip edin, xahiş edirəm, hamınızı çox-çox sevirəm. Buradan da abunə olub, like etməyi unutmayın, hamınızı çox-çox sevirəm. Yenə deyirəm bu arada dostlar, kim mənə abunə olursa, yəni yorumlara yazın ki, mən abunə oldum da. Yəni mən də girim o səhifəyə abunə olum və bilmirəm, paylaşdınız, paylaşmadan video fərqi yoxdur. Girim heç olsa abunə olun. Əgər paylaşmışsınızsa, nə bilim, like atın, yorum edin. Bir şey edim, amma əsas odur ki, siz mənə yorumda yazın. Hamınızı çox-çox sevirəm. İndi isə mən gedib yavaş-yavaş hazırlanacağım. Amma ilk öncəliklə gedib saçımı katık edeyim. Saçımı düzləşdirib gəlirəm. Neysə, sərhləməyəcəm. Bəli, dostlar, mən saçımı düzləşdirdim. Sonra da belə bir şey etdim. İnşallah qəşəng olar. Niyə bu saçımı düzləşdirərkən çəkmirəm? Çünki sizin o gözəl qəlbiniz, yəni ürəyiniz sıxılmasın deyə çəkmirəm. Bu arada dostlar, mən dünən üzüm yeyərkən görmüşdünüz ki, bilmirəm yadınıza düşmür. Əgər düşmürsə, digər bir videoda izləyib baxa bilərsiniz. Üzüm yeyərkən onu öz yerinə qoymuşdum, ağacına qoymuşdum və qoyarkən də demişdim ki, əgər bu birinci gün kimi burada durarsa, yəni mən demək ki, 7-ci sinifdə əlaçı olacam. Əgər durmazsa əlaçı olmayacaq. İngiliz buna baxaq. Bəli dostlar, gedirik o çadır ağacımızın yanına. Yenə gidik bura. Bəli, bura dediyim kimi qəşəng, sərin bir yerdir. Mən indi bunu hara qoymuşdum? İnşallah burada olar. Hara qoymuşdum? Bura qoymuşdum mən. Yoxsa hara qoymuşdum? Ay Allah. Yoxdur. Üzüm elə birindən hazırlamışım mən. Yerə baxmaq istəyirəm. Yerə baxıram. Yerdə də yoxdur. Yoxdur burada. Düşüb yerə. Mən gələn kimi saçlarım pozuldu.
Hiçbir şey olmaz. Neyse. Tek şey durdu burada. Dostlar bu arada ben üzümə indi paltar yine həmişəki paltarım. Oy Allah. Ha. Paltar həmişəki paltarlarımı giyəcəm. Amma ki makyaj etməyəcəm. Çünki makyaj etməmək üçün səbəbi də orada bir balaca bir körpü olduğu üçün, balaca qız olduğu üçün birincidə, yəni onu qucağıma alarkən təbii ki, mən onu öpdüyüm üçün də, yəni öpəməyəcəm. Çünki üzümdə o makyaj olacaq, nəsə öpüm. Ona görə üzümə heç bir şey etməyəcəm. Sadəcə bir dənə kiprik vururam. Yəni tuş vururam, heç bir şey olmaz. Qalan hər şey okey. Bir dənə dodağıma glossdan zaten vuraram, sonra keçir gedər. Zaten gloss qalacaq, gloss deyil. Mən də gözəl olsam da siz məndən daha çox gözəlsiniz. İndi isə mən yolda görüşərik. Ya da yox, yolda görüşməyim. Ben bir hazırlaşıb gələcəm. Hazırlaşıb gələm, patam deyə şeylər. Açılmadı çünki patam gələk. Çünki kanala abunə olmaz. Hər şeyin kanala abunə ol və like etməyi unutmayın. Hazırlaşmadım. Dedim hələ çox tezdir. Tezliyim saat 6'da o şey. Neyse. Baxın, burada ne var? Ben yine pankek yiyirəm. Pankek həssas olacağım. Bu arada dostlar, çoxlu türk sözlə baxırsınız indi. Orada saat neçədir? Bu arada hansı rayondasınız? Mən məsələn deyim 063. 063, yəni Zardab. Mənim üçün problemimdir. Harada qalıram, hara gedirəm, hər şey sizinlə paylaşacağım. Şəxsən deyim. Adım Zeynep, soyadım Əlizadə. 13 yaşım var. 13 yaşında mən. Neyse. Əslində mən çoxdan getmişdim. Yəni bir gün gələr. Sadəcə mamamı gözləyirəm. Həmişə mamamla gedəndə mamam geç çıxır evdən. Ona görə mamamı gözləyirəm. Yoxsa mən çoxdan mən evdə gəlirdim. Allah. Neyse sıxılmayın deyə. Saçım niyə bir gün düşdü? Neyse sıxılmayın deyə mən videomu bağlayacağım. Sonra yolda falan ya da hazırlaşanda açacağım. Bəli dostlar, mən hazır. Bu arada dostlar, mən indi bir qəşəng bir an oldu indi məndə. YouTube'a bir video paylaşdım. Bu videoda da bir kız, indi adını deyim, indi adını daha doğrusu indi mən də bilmirəm, yazmışam, amma hələ adını deyim işte. İndi deyəcək. Bir de kızın qəşəng bir şirin kızın dost oldum. Əslində bilmədim qız olacağını, yəni o səhifəsi elə yazmışdı ki, səhifəsi adı qəribə idi deyə mən dedim ki, oğlandı. Sonra dedi ki, yəni mən qızam. Mən dedim ki, ona deyə dost olaq. İndi isə qızın adını soruşacağım. Bu ikinci dəfədir mən YouTube'da belə dostum olur. Nə işinəm. Əgər ala bilsəm, nömrəsini alıb telefonla danışmaq da istəyərdim, amma o səhv başa düşə bilər. Amma istəyirəm ki, TikTok səhifəmə girib, oradan DM-dən yazıb sağlaşa da bilərik. İndi isə hazıram mən. Mamamı gözləyirəm. Mamam hazırlaşsın, gedək. Bu analar niyə bu qədər gec hazırlanır? Mən hələ başım çatmır. Evet dostlar, bəzi yorumlar yazısı ki, ekranın problemi var, yoxsa özünü silmirsən. Dostlar, mən ekranım əvvəl əlimdən düşüb telefon yəni sınmışdı. Sonra ekranıma zərbə dəymişdi. Yəni ondan sonra yəni ekran sınıq-sınıqda, yəni ekranın kamera seçənini sınıqda, amma telefonun özü qəşəngdir belə. Yəni ekran qəşəng sınıq yoxdur. Sadəcə ekranın, yəni kamera özünün yerində sınığı var. Ona görə yəni özündə problem var. Amma mən təmizləyirəm, telefonumu hər gün təmizləyirəm. Ayağlamam hazırdır. Bu arada dostlar, yenə deyirəm, xahiş edirəm, nə olar 50 abunəçiyə çata, yəni o şey 39 abunəçiyik. Qalır yerdə 11 abunəçi, xahiş edirəm, o 11 abunəçiyə də deyirəm, nə olar kanalıma abunə və like atmayı unutmayın. Əsas abunədir, yəni abunə 50 like çataq, yəni abunədə
50 like deyirəm. 50 abunəçiyə çataq. Canlı yayın açmaq istəyirəm. İstəyirəm ki, hamısı sizinlə birlikdə bir yerdə olun. Sizlər görmək istəyirəm. Yəni istəyirəm ki, belə sizinlə canlı yazışmaq falan. Heç istəyirəm. Bu arada dostlar, fərqi yoxdur. Yəni kim olsa olsun, qızı oğlan fərqi yoxdur. Aşağıdan TikTok səhifəmi qoyarım. İstəyirəm kim demirdən yazsa fərqləri yoxdur mənim üçün. Yenə cavablayacağım, yenə tanış olacağım. Heç bir şey olmaz. Amma oğlanlar oynayacaq yox. Amma qızlara olaram. Aman gəlmir. Özünüzə baxın. Öyle bir şey düşünüyorum. Ekrana çok şey düşürsünüz. Ama ön ekrana yok. Arka ekrana geçe düşürsünüz. Saat 7 tamam oldu. Ama hələ mamam çıxmır. Çıxmır deyəcəm, mamam hazırlaşmır hələ. Deyək ki, sizə mən elə 1 saat oturur gələrəm. İndi mən gəlmişdim yeməyə. Bir gözləmədim, maraqlı günüm. Orada geçirəm. BMW maşınımız gələcək. BMW maşınına gedəcəm. İndi mən burada necə tullanım? Baxın, mamamın etdiyi şahidlər budur. Hayır, su eləkdə indi mən buradan necə tullanım? Ve o şəpiti sudur. Ben burada necə tullanım? Neyse, öz şəpimi giyinərəm, amma şəpilimi necə götürəcəm? Allah, mənim dırmaşdığım yerə baxın. Gör getdiyim yola mənim. Yıxılmasam yaxşıdır. Yıxıldığımla bir ağ kofta, qara şalvar getdi. Bundan da axırıncı geyinim olacaq. Mən durduğum yer bax. Ay Allah. Su yıxılacaq. Mən yəni güllər də bayla arxamda. Qəşəng. Tollandım. Yenə gəldim mənim. Yenə çadırım içinə. Üzüm yerik. Bax, həqiqət deyirəm ha, mən dırnaqlarımı göstərəcəm sadəcə. Çünki inşallah sizin də dırnaqlarınız olur. Nə deyim ki? Mən dırnaq göstərəcəm. Sadəcə mən o qədər hərəkət edirəm ki, əllərimlə. Dırnaqlar düşür kameraya, onu eləyim. Bax, məsələn, buna yerim. İndi mən nə dırnaq göstərim sizə? Yemək alacağım mənə, çox turşu. Çox turşu, gərək yeməzdim. Bax. Ay Allah. Yağışlı bir hava var. Neyse. Ben geçen günü böyle gözlemedim, maraqlı. Yağış yağmırsa ya da deyək ki yağdı. Amma niyə maçada durmayım? Ya da deyək ki yağdı. Mən yeni sevgi çəkdirəcəm. Yine sensiz yatan mən. Ay Allah, həqiqətən yol oraya dostlar. Axırıncı paylaşım videolar. Kəndə gedən deyirlər və yaxud da evdəkilər deyir. Bakı yaxşıdır, yoxsa Zərdab yaxşıdır? Və yaxud da başqa bir yer deyəcəm. İnan mən o sualla. Zərdab desəm, oy Allah. Zərdab desəm deyəcəklər ki, niyə Zərdab? Bakı desəm deyəcəklər niyə Bakı? İndi mən buna nə deyim? Ona görə o qolmaya qədər başa düşməli bir rəqəm deyim. 0-10 bile 0-63. Bundan daha yaxşıdır. Da deməyəcəklər ki, niyə bunu? Deyəcəm, zövqü belə istəyirəm. 3 dənə cəmatın bir dənə qapısı var. Bizim də 3 dənə qapımız var. Ay tövbə. Baxın, heç kim yoxdur, öz küçəmizi çəkirəm. Heç kimə necə salınmaz. Kim heç mənə heç nə deyəməz. Sən heç salsın, kim yaxşı hepsənişəm. Necə sənsiz yatan. Ay Allah. Ne ağacısa o bax. Ağacın üstü meyvə doludur. İndi oxşu girası o. Burada da armud nəsə var. Bizdə də var ya. Mən son vaxtlar mən yaman çox yeməyə başlamışam. Yəni ekran çox pisdir. Son vaxtlar mən nədənsə çox yeyirəm amma kökəldir. Çünki canım zövqüm belə istəyir. Məncə bu formada qal. Kök olanda mən pis yerlər. Bu arada dostlar, mən ikinci YouTube səhifəmdə deyim sizə. Əslində o YouTube səhifə mənim deyildi, amma orada mənim videolarım var orada. Sizə deyim, Əlzadə Ət şairəsi Əlzadə Zeynəb 1 yaş videosu. Videosu söz yazmasınız olar.
Əlizadə Zeynəb 1 yaş. Əlizadə Zeynəb 1 yaş. Onu yazın. Orada mənim balacığımın videosu var. Ay Allah, onu da yazıb indi qoyarım buradan altdan. Səhifənin altına yazıb qoyarım, sizə baxarsınız. Ay Allah. Axır ki maşın gedəcək. Şükür Allaha. O boyda yol mən piyadanta gedirəm. Düz Elçi Təzə kəndin yolla tanıdıram, heç olmaz. Təzə kəndin girişi, Təzə kənddə deyiləm. Əslində Təzə kəndin girişindəyəm. 2 sahilin düz yanındayam. 2 saat orta məktəbin, İşğal Qurban adına 2 saat orta məktəbin. Düz onun yanına. Nəyi mən bildirim hər şeyi belə. Buradan düz qumludur. Qumlu da ki ən axırı, yəni qumlunun ən axırına. Evlər ən axırdadır. İndi var deyəcəm. Amma piyada getməyəcəm. Təbii ki mənim ağlımda. Dedim ki gəlsin bir nəfər bizi götürsün. Dedim ya bibim oğlu yer götürməli ya da atam götürməli dedim. Atam özə demişəm ki ata biz saat 5-də getmişik birinci. 5-də. Saat neçədə? 7. Necə sənsiz yatam mən səni boşlam. Bax bu həyətin günü nədir? Bax burada bir daş. Bax kvadrat daş. Sonra arxada bir belə daş. Sonra burada bir qum. Sonra burada bu nədir? Nədir bu? Burada da bir daş. Burada da bir taxta. Bu nə deməkdir? Ay Allah. Orada da bax əsl remont yeri orada. Mənim kravatım var. Canım kravatım. Nənəm də orada tutmuş. Nənəm əslində YouTube'a qoyacaqdım. Qoymadım. Sonra dedim ki qoymayım ya da. Anam mənim kanalıma abunə olubdu. Amma mənim videolarıma baxmır. Necə sənsiz yatam mən səni başla. Hər an mənə zəng gələ bilər. Telefon səsini interneti söndürdüm. Ay Allah. Külək gəlsin, külək. Yağış yağmasa amma külək gəlsin. Mən niyə bu cür bir yağış dua eləmişəm? Dostlar, bu arada üzr istəyirəm. Sizə qəşəng video çəkəmədim. Amma inşallah siz bəyənərsiniz mənim bu videolarımı. Sizə çox istəyirəm. Sabah vəbşə çəkəcəm birini. Sabah 4-cü vlogu çəkəcəm sizə. Çəkəcəm dedim, çəkəcəm. Amma inşallah sabah bu belə bir hava olan. Sizə çəkəcəm ha. Sizə sabah qəşəng çəkəcəm. Sabah qoy görün kimi tapa bilən gedim olan evə. Sürəmirəm, sadəcə ki yaxınlarıma gedirəm. Kəşf edim. Sabah nənəm gəlir. Nənəm can getib bugün gəlir. Sabah gəlir. Niyə? Neyse. Nənəmə göstərəcəm sabah. Ay ana, niyə beləyəm mən? Niyə mənim videolarım pisdir? Neyse. Mənim dırnaqlarım çox uzundur. Bax, özümü göstərməm. Sadəcə dırnaqlar göstərməm. Sadəcə bir sual verin ki. Mənim dırnaqlarım çox uzundur. Mənə görə uzun deyil. Xaçəm, mənə pis yorum yazmamsınız. Amma yenə deyim, yazmayın. Siz çoxsanız, siz zaten ki o qədər gözəl bir insanlarsınız ki, yəni belə bir şey də paylaşmazsınız. Necə sənsiz? Bax, səhərdən telefona baxıram, amma zaten qoymamışam. Səhər 90-da 100-ə baxmışam, 100-dən yutmuşam. İndi isə 33'dür. Ay Allah. Səhər qoy sayaq da. 10, 11, 12, 13, 10, 11, 12, 1, 2, 3, 4, 5, 6, 7. 10 saatdə baxıram. Ay aman, ay aman, ay aman, ay aman. Necə sənsiz yatam mən. Gedirəm ayarlarda baxıram. Deyirəm ki, görüm nə qədər baxmışam telefona. Baxıram, deyir ki, kamera 0 dəqiqə. Bakın, mən bu qədər kamera vaxt kesim, necə ola bilər 0 dəqiqə? Mən niyə hesablaşırsınız? Bu arada dostlar, bugün canlı bir heyvanın bir dizə izlədim. Bir canlı bir quşun öldüyünü izlədim. Yemək yedim günorta. Anam idi, mən idim, atam idi. Gördük, o ləyənizi gəlin saxsağanlar sərçənin balasını götürdülər. Sərçənin indi danışmaq istəmirəm. Sadəcə deyim ki, evci verib baxırsan, əlbə alırsan sərçəni. Atam getdi, əlini aldı, baxdı. Heç bir şey yox idi, bəbək sərçə sap sağlam idi. Amma gözünü açıb, yəni danışıb şey eləmədi, hərkəsiz idi. Sonra sərçənin qarnını zadını açdı.
Ana o sərçənin bir dənə başı belə qalmışdı. Boynu bükülmüşdü belə. Bir də ki, niyə belədir? Başını qaldırdım, bədən full belə yoxdur. Sadəcə bel omurqası ilə başdır. Yəni ayaqlardır, bel omurqası. Yəni sanki o bir dənə yuva açırlar, məsələn, itləri yuva qayırırlar, belə yumru formada açırlar, belə bir gövdə deyən ki, düşünün, ortasını açırlar. Bax, o sərçə də elə idi. Gövdəsi yox, yəni bədən yox, sadəcə qənət, baş, bir də belin skeleti var idi. O qədər dəli oldum ki, o qədər qorxdum ki, saxtalan siz görün. Ay, sizin başınıza gəlsin. Üzr istəyirəm, buna danışıram, üzr sizə bağışlayın. Xaçın, videoda səsimi çıxartmayın. Mənim videoda səsimi çıxartmayın. Babam da səs çıxartdı, onu görürəm. Onlar da səs çıxartmırlar, ta başqa bir şey. O mənə də yox, başqa yəni səs çıxardılar. Nəsə bir şey deyirlər. İstəməm çıxmasın. Yəni iki şey söhbət etdiyəm sizdən. Bu arada dostlar, bax bu kombin, bu formada belə kombin. Şəpimin ortaya çıxışı. Necə sənsiz yatamla. Ay, dünən əslində Elgün də son zəng idi. Allah rəhmət eləsin, necə yetər. Allah demək o qədər yaxşı bir insan imiş ki, Elgün, Allah onu yanına aldı, tanıyacaq. Məkan cənnət olsun, ruhu şad olsun Elgün. Nə deyək? Ailələrini səbir diləyirəm. Necə sənsiz yatamla. Dünənki belə dostlar, dünənki videonu keşfətə düşürəyim. Dünən attığım vlog artıq o qədər maraqlı olub ki, artıq o keşfətə düşübdür. Ay Allah! YouTube videonu keşfətə düşür. Ay Allah, səsim mi getmir? Nə olar, mənə sən gəlməlidir. Səs gəlsin. Necə sənsiz yatamla. Görürsən, şəpikdən gedim bir dəfəlik. Yoxsa əqqabı geyinim. Əslə birini gedirəm. Əqqabı geyinirəm. Onsa zatı ki, bir dənə çıxıram, əqqabını gedirəm, onsa maşın gedirəm zatı ki. Əqqabını geyinirəm, orada çıxarıram. Evdə otururam. Düşəni bir dənə geyinirəm, evə gəlirəm. Onu geyinmirəm. Ayağımı bir dənə barmaqlarımı qoyuram, çıxarım. Neyinəm, ona şəpik geyinim, gedim. Zatı ki, birini gedirəm, heç mi yox, özləri də. Necə sənsiz yatan Baxın görüm, mənə durur. Kaş qara etdirsəydim, onu da göşüb durardım. Amma nə edirəm? Özümü tənrəncinə lazımdır. Bu arada geçen bir TikTok videosu sevmişəm, amma paylaşmamışam nə TikTok videosunu. O da gizliyə qoydum, çünki onu atanı mən sevmişəm. Atanı mən sevdim, canım atam, səni çox istəyirəm. Geriyə atama deyim, mənə də YouTube'dan takip et. O da olsun 40 nəfər, 10 nəfər deyəcəm, 40 nəfər. Sonra 10 nəfər də sonra gələcək, o da 50 nəfər. Sonra belə görürüz, Zeynət canlı yandadır. Canlıdayım mən. Ey Allah. Canlı inşallah iyunun axırına ya da ki, iyulda da çatdıra bilərik də, yəni canlıdan. Məncə qəş olacaq. Ürəyim sıxıldım, yer atacağım sizə. Canlı yayın falan. Bak, oran mənzərəsi var. Mənim dünən oturduğum yerə bax, nə gözəldir. Zontik formasında deyə ora nə yağış düşmür, nə bir şey düşmür. Qəşəng sakit idi. Əsas o əncir ağacının altı qəşəngdir. Bu da qəşəngdir, əncir ağacı da qəşəngdir. Nə ola, bu bulut açılsa, yoxsa bir dənə mənzərə, ağ bulut çıxsa, nəsə bir mənzərə, baxın, açılmır. Orada nə biraz tuzu göy görsədir. Burada heç görsətmir. Necə sənsiz yatamla. Bu arada dostlar, o şey paylaşmışdım deyəmişdim ki 2013-2030. Yəni 2030'u niyə qoymuşam? Yəni 2030'da mən məzun olacağım da. 2013'də məktəbə gəlmişəm. Sadəcə onu qoymuşam. Siz də deyirsiniz ki 2030'da məktəb var. Parti eləməyin, xahiş edirəm, parti eləməyin. Özümü arada itirəm, elə biləm canlıdayım. Bu nədir? TikTok'da mesajdır. Xahiş edirəm, mən Rusca bilmirəm. Mənə Rusca eşinə bir şey atmayın. Bu arada TikTok'da 13 abunəçim var.
İstəyirəm sizlə paylaşam ki, yəni bura qoyuram ki, siz də görüb biraz abunə ola bilərsiniz, nə olar. Necə sənsiz yatamam. İndiyə mən çoxdan getmişdim də, gəlmişdim də mamamın. Heç gecim olsa rahat oturacağım saat 10-a 11-ə kimi. Necə? Oy Allah. Digər videolar niyə keşfə düşmüşdü? İndi başa düşdüm. Ki, digər videoların bir günü 7 dəqiqə nə də Allah. 7 dəqiqə video atmışam mən bir günə. O da deyirsən ikinci, üçüncü günüdür. Olmazsa gələm mən burada şey yapmayayım. Bax, indi bu 14 dəqiqə etdim. İndi bunlar hamısı ayrı-ayrı videolar. Hamısı kameradan çəkirəm deyə öz kameramla, telefon öz kamerasıyla. Yəni, necə deyim? Biz əlinə tutmuşam, bax, əlinə tutmuşam. Ya, bax. Əlinə. Oy Allah. Bax, biz ayaqlarla tuturam. Əllərini bıraxırıq. Ha. Siz əllərini bıraxırıq, ayaqlarla tutmuşam. Bax, ayaq tuturuq. Şeydir, ona görə də indi mən bunları kameradan ayrı-ayrı çəkəcəm. Sonra gedib mən bunları vaxt taparkən, əgər mən bunları bir kameraya çəksəydim, yəni bir dəfə çəksəydim hamısını söndürmədən, bəlkə ona rahat çata bilərdim. Amma ki, mən söndürürəm, dayandırıram, nə bilirəm, TikTok-a da baxıram deyə videonu dayandırıram. Ona görə gedib bunun özünü dırnağımda içərisindən sıxıb dırnaq. Neyse. Necə sənsiz... Qaqa, mahalın düşdü mən demə, necə sənsiz yatanlar. O mahal, onun da rəqsi təzə çıxıyor aklımda. Necə sənsiz yatan. Deyirəm, ya gəlir, qoy saçımı kəstirim, bəlkə isti olmaz. Daha da saçımı kəstirim, nə yığmaq olmur. Nə bir şey etmək olmur. Qızların problemi, ən böyük qızların problemi budur. Necə sənsiz yatanlar. Ürəyim sıxılır. Ayda sizin ürəyi sıxılır. Ürəyi sıxılırsa gəlmən yama. Bütünüzü bir başa vurarıq. Nəsə məzələrini hiç bilmirsən. Oya, başındaydım. Baxın, sırqalarına. Qulaqlarım salğalır. Sağ ol, sağ ol, sağ ol. Qaqam. O təvsiyə bir müharibə olsa, daşlar atıbla yerə. Bu arada bunlar var ya, bunlar daşlar dünən gəldi də. Onda deyirəm, mən sizə çəkəndə hamısı sonra topu ilə bu boyutdaydılar. Sonra bunlar da bugün daşda qutardıq. Necə sənsiz qara. Mən bu özümün dırnağımda hiss edirəm. Necə sənsiz yatan. Necə sənsiz. Ay Allah, bulut açılır. Nə ola bulut açılır. Ya get bu tərəfə. Ya get bu tərəfə. Ya da get bu tərəfə. Ya da get açıq. Amma əsas üçün mənim başım üstə açıq olsun. Oha, şəkil əkəlir. Nə ola, bu çolka düşməsin də. Çolka belə yapışmasın. İstəyirəm bu belə dursun. Baxsın. Belə. İndi də şeylər oxşanır, şampanzinilərə. Şampanzini bana nə yiyor? Hazırlan da. Ne olsun, o yarım saat gelse de sen yine tez hazırlan. Sen hazırlan için o gelecek maşın. Maşın ona göre geri kaldı. Mən abunə olmuşdu, amma hamısını mən yox. Sadəcə bir də zənci qoymuşdu. Amma zənci içi dolduruydu. Getdim doldurdum özüm. Ne olur abunə olun, like atın, yorum edin. Ne olur. Necə sənsiz yatam. Məni borçlanı tanımam. Bax, özümü sizə tanıdıram. Zeynəb Əlzadə, 13 yaşım var. Adım Əlzadə. Adım Əlzadədir. Adım Zeynəbdir, soyadım Əlzadədir.
Atam adı Zahimdir. Onu biraz yavaş deyim. Yaşım 13'də, 6 sınıf şagirdiyəm, indi 7 sınıf keçəcəm. Bürcüm dolçadır, ilim isə ilandır. Ən sevdiyim rəng qaradır. Favori mahnımdakı payız birisidir. Sonra nə haqqında bildimsə. Ən sevdiyim meyvə alçadır. Ən sevmədiyim meyvə nədir? Karalyokdur. Ən sevmədiyim meyvə də karalyokdur. Sonra nə deyim? Nə haqqında deyəcəmsə? Ən sevdiyim bəy 110'dur. Ən sevdiyim maşın BMW-dir. Nə bilim, başqa nə haqqında bilmək istəyirsiniz? Vallahi YouTube'a sayı nömrəm də vermişəm. Biraz spam olmuşum, bilmem spam olmuşum. Ne olmuştum? Hiçbir şey paylaşamıyordum. Axıra gittim nömrəmi verdim YouTube'a. Ay ya, YouTube'a istemem nömrəm düşsün. Elə biləm YouTube'a nömrəm verdim ki, hamı biləcək. Mesaj yazır YouTube'a mən YouTube'dan. Dostlar, indi mən bağlayayım videonu. Oha Allah. İndi bağlayayım. Aslında mən özüm üçün bağlayıram, amma sizin üçün bağlamayacaq. Sizin üçün bundan sonra digər bir video gələcək də. 20 dəqiqə budur. Məsələn, yaxşıdır. 20 dəqiqə yaxşıdır. 20 dəqiqə olsa yaxşıdır. Digər videolarında qəşəng bir dəqiqə getsə süper. İndi isə mən gedib biraz. Mən sizə evdən çıxanda sizə mesaj edeyim. Mesela mən sizə çıxana yaxın sizə deyəcəm. Video atacağım. Sağ olun. Dostlar, oy Allah. Bu ekran necə qəşəng seçir? Neyse, mamam ekranı qəşəng seçirmiş. Mən niyə əvvəlcə mamam ekranı seçməmiş? Dostlar, burada necə deyim sizə? Maşın gəlir. Mənim telefonum zatikası öldüyü üçün, baxın. Bu da mənim telefonum. Bax dostlar, ekran özü qəşəngdir. Amma sadəcə ki, bunun içinin kamerası dağılıbdır. Ona görə pis çəkir. Mamamkin elə bilirəm pis çəkir, amma qəşəng çəkirmiş. Neyse. Dostlar, ay Allah, bu girmir telefon. Neyse. Maşın gəlir, mamam hələ hazırdır. Mamam hələ pata dincə və maşınımız gəlir. Nə məsəl çəkir. Neyse. Səhv çəkirəm. Çəkdim də. Neyse. İndi isə maşın gəlir. Mamamın maşını. Mamamın telefonu sadə dincə. Qəşəng çəkirmiş. İndi isə gedirik. Maşın. Niyə gəlmir maşın? Baxın, evimiz budur. Bir deməklisi gəlsin. Açıqdır qapımız. Şimdi olar bir yoxlara, ne istiyorlar? Hani maşın elə gəlməz. Gələ, uçmadı. Çəkmişəm. Bəli. Buradan sonra hələ bu videonu atacağım mamama. Mama nə qədər YouTube'dan mesaj gəlir? Sizin bilməm. Amma mən girdim baxdım. İndi isə deyirəm mama telefonumu dəyişdirəm. Mama bax şimdi telefonumuzu dəyişək. Şeytanlığımı gizləyirəm. Çünki mənim ekran pis çəkilmiş. Mənim bildim hadi artıq saçıq kıslar o yana gedir. Sonra bir yere kombiyə dediyim kimi bu şəkil giyindim. Zaman geçtiğinde o yüzden dostlar o da bu karanlık bulutlarına bak. Burada indi böyle ekranda bir şeydi. Mavimsi de. Ama buradan bakanda zil karan. Zil karan yine abartmayacak bizse. Böyle tünt göydü be tünt. Bak böyle bir göydü. Bak böyle. Biz ayrılık neyimiz? Kurban olun olanla kesin alacağım sözüm. Video çekeyim de adamın bir geldi pert oldu. He. Mamam çağırır. Allah bir otasın adam gelir. Direkçimin kapıya. Biz ayrılık ne olmasın. Gidecek kapıya.
tam saat kərifdə deyil, piyav. Qapını tutmuşam, buradan bağlama da yer var ya. Mən bağlamalım çünkü bir anda telefon alacaq bağlasın. Mama gel. Geldi deyim o maşınca. Geldi ne? O maşınıdır gel. Geldi. Kamera yanmışsa. Ben dostlar mən gəldim. Sesim biraz nazikdir, gəldim. Arkadaş ağasını gəlir. Tutan düşmən. Səsimi yığdım belə. Gəldim, burada sizə bir şey göstərəcəm. Bana baxın, görün göstərəm. Bəli dostlar, indi isə daha aydın göstərəcəm. Onun özünü yürüdüm. Onun gözünə baxın. Çok tontikdir. Hava hələ qaranlıqdır, aydınlıqdır. Burada qış aydınlıqdır. Amma bunun tontik balaları var. Bilmem. Bəli dostlar, mən gəldim evə. Biz çox səs çıxardım çünki gecə yatıb. Bu arada hamınızı çox sevirəm. Mənim videolarımı izlədiyiniz üçün hamınızı daha çox istəyirəm. Sizdən öpürəm. Sağ olun. Artıq 40 abunəçi 10 abunəçini gözləyirəm. Olsa canlı yayını gözləyirəm. Sağ olun.